olsun. Biz Fəxrəddin müəllimi tanıyaq. Əmirli Fəxrəddin Ədalətoğlu 1971-ci il iyunun 9-u Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1992-ci ildə Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin komandir mühəndis ixtisasını bitirmişdir. Ehtiyatlı olan zabitdir. 1-ci Qarabağ müharibəsində Kəlbəcər, Laçın rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Qarabağ müharibəsi veteranıdır, 3-cü qrup əlildir. Fəxrəddin müəllim, necə oldu müharibəyə yola düşdünüz və o günləri necə xatırlayırsınız? Keçdiyiniz döyüş yollarınıza bir nəzər salaq. Buyurun. Təşəkkür edirəm, minnətdaram sizə. 92-ci ildə təbii ki, mən Sovet ordusundan Azərbaycan ordusuna zabit qisminə gələndən sonra təbii ki, ezam olundum Laçın Kəlbəcər rayonlarına. Burada artıq başladı bizim başqa aləmimiz vətən uğrunda, vətəninin şərafətini, ləyaqətini qorumaq üçün erməni mundarlarından azad olmaq, onların bizim torpaqlarına rədd eləmək niyyəti ilə biz bu savaşa başlamışdıq və şükür də uğurlu oldu. Yəni, baxmayaraq ki, müvəffəqiyyət, yəni hansı cəbhədə müvəffəqiyyət qazanmadıq, onun da səbəbi iqtisadi durum, hərciməclik, siz özü məndən yaxşı bilirsiniz, 92-ci ildə nələr baş verdi. Məsəl üçün, əgər ki, dəmir yumruq bizdə olsaydı, bizdə Möhtərəm İlham Əliyevin rəhbərliyi olsaydı, təbii ki, belə bir aqibət müqəddərat olmazdı. Amma buna rəğmən, məsəl üçün, mənim şəxsən rotam çox gözəl, çox ali, mən gördüyüm, müşahidə etdiyim əskərlər də çox şücaətlə savaşıb erməniyə böyük bir təzyiqlər yetirirdilər. Ermənilər bizim hələm o cür gücümüz, qüvvətimiz onlar qədər olmasa da belə, hətta onları ruslar idarə etdiyi eləsələr də belə, biz onların qarşısında böyük bir müqavimət göstərmişik və onlara kifayət qədər zərbələr endirmişik. Yəni bu qədər. Çox gözəl. Siz Fəxrəddin müəllim, bəs bu 44 günlük zəfəri siz hansı duyğularla yaşadınız? Yəni necə keçirdiniz, necə gözləyirdiniz bu zəfəri? Buyurun. Mən ümumiyyətlə bizim şanlı ordunu müşahidə edirdim, onun təkamülünü. Mən hətta arxayın idim. Mən əmin idim ki, çünki birincisi əmindim ona görə ki, bizim bu cür prezidentimiz, diplomat prezidentimiz var. İkincisi, iqtisadımız yüksək dərəcədə qalxmış və büdcənin ki, çox qismi hamısı hərbiyə yeniləşməsi, müasirləşməsi bu özünü öncədən bir uza verirdi. Və mən sizə deyərəm ki, mən hətta qürur hissi keçirdim, fərah hissi keçirdim ki, bizim bu qısa bir müddətə düşmən üzərində belə bir uğur qazanmamız, belə bir zəfər qazanmamız məni çox qürrələndirdi və bu da bilirsiniz mən nədən düşündüm? Bu da bizim milli düşüncəmizdən. Bizim kamil milli düşüncəmiz. Bizim millət elə bir xalqdır ki, bizim xalqımız elə bir xalqdır ki, bunlarda hamısı vahid bir düşüncə var. Vətən sevgisi düşüncəsi var. Xalqın sevmə düşüncəsi var. Bu səbəbdən də baxın o 44 günlük zəfər bunu sübut etdi. Bəli. Birinci təbii ki, rəhbər. Bəli, bəli. İkincisi də ki, xalqın təfəkkürü. Xalqın təfəkkürü bizə bu zəfəri əldə etməyə. Və Azərbaycan ordusunun. Bəs Azərbaycan ordusu xalqın bir nümayəndəsidir. Bizim mühafizəçimizdir. Əsas elə xalqın qoruyucusu Azərbaycan ordusudur. Doğrudur. Yəni bunu hamısı xalqın içində mən cəm edib, məcmə edib təqdim edirəm. Bəli. Təbii ki, ordu bizdə ilkin və vahid bir anlayışdır, mənim zənnimcə. Mən 44 günlük müharibəni belə görürəm, belə qələmə alaram, belə tərif edirəm. Bəli. Çox gözəl. Təbii, yəni bu birlik olmasıydı, sizin dediyiniz kimi. Xalq da ordunun arxasında dayandı, bir yumruq kimi. Prezidentimizin arxasında dayandı. Yəni həqiqətən də bu birliyin nəticəsində biz zəfər çaldıq. Bəli. Mən deyərdim ki, bilirsiniz, xalq nə vaxt ruh yüksəkliyi qalxır, o vaxt ruh yüksəkliyi qalxır ki, onun qarşısında güclü lider olanda. Doğrudur. O güclü lider onu dalıca aparır. Çünki xalq artıq özündə ümid
qüdrət, qüvvət görür. Bunun müqabilində mütləq ki, xalq da o liderin arxasınca gedəcək. Doğrudur. Təfəkkür də, baxın, düşüncə də bu mühüm rol oynayır ki, insanlar da bu təfəkkür, ümumiyyətlə, insanlar, hər bir fərd öz düşüncəsi ilə hərəkət edir. Bax, xalqın təfəkkürü, xalqın anlaşımı, düşüncəsi bizi zəfərə gətirib çıxartdı. Bəli. Bax, belə. Sevinənlərdən biri də siz oldunuz. Mən nəinki sevindim, hətta sevincin təbii ki, həddi yoxdur. Mən fərəhləndim, mən qürur duydum. Mən başı uca gəzirəm ki, mənim belə ordum var, Bəli. mənim belə xalqım var, mənim belə rəhbərliyim var. Bəli. Sizin başladığınız işi, bizim başladığımız işə möhür qoydular bunlar. Doğrudur. Bu şərafətli şəxslər bizim başladığımız işə öz zəfər möhürünü qoydular. Doğrudur. Mən belə daim zəfərimiz əbədi olsun. Vallahi onu arzu edirəm. Elə sizə, hər birimizə, Azərbaycan xalqına daim zəfərlərə, yəni addımlayaq, zəfərlərlə addımlayaq. Səlma xanım, ürəyinizdən nə keçir? Belə bir qəhrəmanı, Davudun anası kimi nə arzu edərdiniz? Bax, necə evlad böyütsünlər? Yəni siz belə bir evlad böyütdünüz ki, yəni biz onunla fəxr edirik, qürur duyuruq. Bizim necə deyim, başımızı uca etdi Davud. Davud kimi oğullar. Yəni nə tövsiyə edərdiniz ki, analarımız bax sizi kimi qəhrəman böyütsün? Uşaqlar, indiki uşaqlar vətənpərvər böyüyür. Bəli. Bu qədər şəhidləri görüblər, müharibəni keçən uşaqlar da hamısı göz qabağında olur. Yəqin ki, o bu günləri yaşayıb o türdə davam edərlər. Şəhidlərin ruhu onların dayda ruh verir, mənə elə gəlir. Daim yəni onlar da çalışacaqlar ki, Bəli, bəli. şəhidlərimiz qədər yəni igid olsunlar, Bəli. yəni qorxmasınlar, vətənpərvər olsunlar. Bəli. Daim Azərbaycan torpaqlarının keşiyində dayanmağı, hər bir vətəndaş, necə deyim, öz vəzifəsində, öz işində Azərbaycanımızın daim başını uca etməyə çalışmalıdır. Yəqin ki, yəni bir ana kimi siz də arzu edərsiniz ki, bütün ailələrdə belə Davud kimi igid oğullar böyüsün. Bəli. Ki vətənə də belə bir oğul, yəni sizi kimi belə bir oğul vətənə versin, yəni. Vətənin dar günündə vətənin harayına çatan oğul. Allah bütün övladları sər-salamat yola saldıqları kimi əskərliyə o türdə qarşılamağa nəsib eləyirəm analarımızı. Bəli. Sizə də təşəkkür edirik. Sağ olun. Belə bir evlad böyütdüyünüz üçün sizə minnətdarıq. Fəxrəddin müəllim, sizin tövsiyələrinizi eşitmək istəyərdik. Bax, bu gənclərimizə, gəncliyimizə nə tövsiyə edərdiniz? Buyurun. Bizə bir söz deyim. Bəli. Mənim bir şüarım var və mən bu şüardan ayrılmaz bir vəhdət yaratmışam, ittihad yaratmışam. Şüarım da mənim ancaq və ancaq düşüncələri nəzarət etmək. Bəli. Mən bizim gənclərə deyirəm ki, mən belə tövsiyə edirəm ki, yalnız və yalnız hər zaman öz düşüncələrində islahat aparsınlar və hər zaman düşüncən kamilləşsin, vətənə, millətə, xalqa eşqini təsis eləsinlər. Və bu sağlam təfəkkürlə əməllər də gözəl olacaq. Xalqımız qalxacaq. Düz xalq elədir, bizim gənclər də elədir. Yəni demirəm ki, yəni siz ki, məsləhət verməyin. Bəli, tövsiyə edirsiniz. Tövsiyə etmək, mən tövsiyəm bundan ibarət. Amma bizim gənclər edim. Hər bir halda mən fikirləşdiyim kimi vətənpərvər, igid, istəyir xanımlarımız, istəyir bəylərimiz hamısı ali bir dərəcədə, ali bir səviyyədədirlər. Amma tövsiyə deyim ki, yalnız mən bir dənə tövsiyəm var ki, düşüncəni islahat etmək, hər zaman islahat etmək və vətənə və torpağa hər zaman eşqlə yaşamaq. Çox doğru buyurursunuz, çox doğru söylədiniz Fəxrəddin müəllim. Biz də sizinlə razıyıq. İnşallah ki, belədir və belə də olacaq. İnşallah. Var olsun elə
sizin dediğiniz kimi evlatlar, Allah bütün evlatları qorusun. Hamısı sağlam, vətənpərvər, fədakar olmağı arzu edirik gəncliyimizə. Bəli. Sizlərə təşəkkür edirik. Minnətdaram. Gəldiyiniz üçün. Sağ olun, Allah köməyiniz olsun. Allah razı olsun. Allah sizdən razı olsun. Bu proqramları, şəhid ailələrini, qaziləri tanıdırsınız. Bəli, bəli. Allah. Çox sağ olun. Minnətdaram xanım. Təşəkkür edirəm sizə. Gəldiyiniz üçün minnətdarıq Sağ sizə. olun. Sağ olun, əziz dinləyicilər. Bu qədər. Bugünlük bu qədər.